Selamünaleyküm, axşamınız xeyir olsun. Yenidən bir cümə axşamı dərsindəyik. Allah hamıza bərəkət versin. Son zamanlar bu məsələ fikir verən psixoloqlar arasında, ümumiyyətlə belə insanlar arasında çox tez-tez danışılır və çünki insanların nəyə ehtiyacı daha çox olursa onu daha çox dilə gətirməyə çalışırlar. Çünki bir boşluq var, onu doldurmaq lazımdır. Yəni insanın yaradılış qayəsi, hədəfi biz bilirik ki, Allahı tanımaq, Allahı sevmək, Allah'a ibadət eləməkdir. Hər zaman bu mövzular üzərində işləyirik və biz o zaman bu Allahın bizə verdiyi dəyərlərdən biri də ən əsas dəyərlərdən biridir də bu. Sevmək. Görün nə qədər önəmli dəyərlərdən biridir ki, 3 səmavi kitabın əsas təməlləri içərisindədir. Onun da içərisində bir də sevməkdir. Biri yaşat, biri sev, biri oxu. Bildiniz də nədən söhbət gedir? Yaşat, sev, oxu. Yəni Tevrat, İncil, Quran. Yəni əslində bu səmavi əmr də eyni zamanda. Amma maalesef yaşat deyənlər adam öldürdü. Özlərindən başqa hamını öldürəcək hala gəldilər. Sev deyən topluluq özlərindən başqa heç kimi sevmədilər. Onlar da hamıya yuxarıdan aşağı baxdılar və digər toplumlar kisimsədilər və bizim ümmətə də oxu deyildi. Maalesef oxumadıq. Bax bugün həqiqətən bu dönəm üçün son 30, son 50 il üçün deyirəm amma bir balaca cahil qalmış toplum yenə İslam cəmaətidir. Yəni məsələ təkcə yəni biz dünyada yaşayırıq da, təkcə bir şeyə əl almaq deyil ki, bir neçə cəhətdə onu əl almaqdır. Yəni onun biri də dünya və axirət. Nədir? Rabbənə ətinə fid-dunya, ətinə fid-dunya həsənətən fil-axirə. Yəni dünya və axirətdə bizi mutlu məsud elə ya Rəbb. Allahdan biz bunu istəyirik, elə deyilmi? Və biz İslam aləmi olaraq da oxunu neynədik? Biraz qırağa atdıq. İslam aləmi oxunu qırağa atdı. Oxumaq deyəndə həqiqətən müsəlman məmləkətlərinin, torpaqlarının, evlatlarının oxumaq deyəndə özümüzə elə başından qaynar suyu tökürsə aşağıya. Oxuma şuurumuz azaldı. Yəni bu halbuki müsəlman daha çox oxuyacaq, daha çox öyrənəcək, daha çox elmlə məşğul olacaq. Deməli, həqiqətən hansı topluluğunun hardan boşluğu varsa Allah Azza və Cəllə oradan həqiqətən onlara təşviq eləmiş ki, o işi görün. Bax bugün xristian aləminin görün nə qədər sevgi ehtiyacı var. Adamlar sevgini itə pişiyə verirlər. Tamam, itə pişiyə sevgi verəcəksən, amma ən ali dərəcədə sevgi dəyərləri kimə verilməsi lazımdır? İnsanın insana verəcəyi dəyərlərdir. Yəni adam öz doğma evladıdır. 16 yaşına gəlir, ondan sonra atır küsə, get necə yaşayırsan, yaşa özün bilərsən. Sanki üzrsən bu dünyanı gətirməyib, sanki bu bunun evladı deyil. Və eyni zamanda da digərlərinə yaşat deyildi, öldürdülər yəni. Ona görə də yəni mənanı qırağa çıxmaq istəmirəm o mənadan. Yəni mənamız bugün işləyəcəyimiz mövzu bu sevgidir ki, bu sevgi məsələsi də 3 ilahi əmrin içərisində gəlib və elə Quranın da içində var. Biz bugün buna İslam prizmasından yəni sevgi ümumiyyətlə necə olmalıdır, ölçüsü necə olmalıdır? Həqiqətən bu sevgi əslində bütün insanlığın belə deyək də yaşama meyarlarından biridir də, amma hansı nöqtədə ölçüsü necə olacaq? Mən sevgi deyilən bir şeyi, nəsəni necə dəyərləndirəcəm? Bunlar çox önəmli məsələlərdir. Özdə üstəlik də ən əsas duyğulardan biridir ki, ixtiyari deyil. Duyğu ixtiyari bir duyğu deyil. Heç kim deyə bilməz ki, mən kontrol edib sevirəm. Onu deyən adam bilin ki, ən manipülatordur. Yəni sizi hardasa fırladır, prosta siz də biraz safçasına inanırsınız. Yəni həqiqətən ixtiyar əlində olmayan duyğuların başında gəlir sevgi. Yəni görsən bir insanı görən kimi qeyri-ixtiyari ona belə bir soyuqluq hissi olur, elə ki enerji ala bilmirsən. Kimi adını qoyur pozitiv enerji, səndən bir şey hiss elədiyim zat, kimisi qoyur sevgi, duyğu, aşk, meşk. Amma sonuçta bu üstadımız bunu bir söz altında toplayır. Muhabbet. Allahın Həbib isminə bağlı olan bir şeydə toplayır. Muhabbət isminin altında toplayır. Yəni görə bu muhabbət yəni nədir? İxtiyari deyil. Biz muhabbətullaha qədər getməliyik. Bizə o ixtiyarı olmayaraq verilən o duyğunu sən deyin indi yuxarıya da.
İndi biz oradan ora necə getməliyik? Çünki amma bizə də verilən bir duyğu var axı. Onu kəşf etməyə başlamalıyıq biz. Çünki həqiqətən insan onu bir yaşdan sonra kəşf edə bilməsə, o məhəbbət, o sevgi var ya, adamın başına Lord ilə elə bir oyun açır. Elə bir oyun açır, o itin oyunu deyirlər, başını açır. Elə bir oyun açır, özün də xəbərin olmuşsan ki, ipin də başını buraxdın mı, heç bilmirsən hansı quyuda özünü tapmısan. Azmı Fərhad Kirinlər, Leyli Məcnunlar, nə bilim, o qədər elə o zahiri eşqə qapılıb gedənlər var ki, yəni o ipin ucunu tutmadınsa, vəssalam, o sənə, yəni bir nevi sevgi sənə bəlaya çevrilir. Və ona görə də fikir vermişsinizmi, davamlı bu sevginin, eşqin o nə qədər belə əziyyətli şeyin, qahırlı olduğuna dair belə şeirlər yazıb tökübləri, məcazi eşqdən ilahi eşqə keçə bilən aşiqlər hər daim oradan o mənəvi məhs eləyən şeyi duya bilmişlər. Amma bəli, amma duya bilməyənlər nə olub? Boğulub gediblər. Kimdə o duya bilməyənlər? Hələ bu mən danışıram 300 il, 500 il, 1000 il bundan qabaq onu duya bilməyənlər var ha. Bir də var ki abi, yəni Leyli Məcnun əslində duyulma ilə də yaşanmış bir şeydir ha. Bir də var ki, bu gün artıq tamamilə Allah qorusun o sevgi adı altında şəhvət objesinə çevrilən bir şey ancaq özünü təmin eləmə duyğusuna qədər gelib çıxıb, o qədər kiçilib, yəni sevginin orada heç nəyə qalmayıb artıq. Yəni niyə görə? Çünki ölçü yoxdur axı. Sevgi məsələsində insanların ən çox əziyyət çəkdikləri və ən çox da ipin ucunu qatırdığı məsələlərdən biri, yəni sevgiyə nəfsin qarışmağıdır. Yəni nəfs onsuz da qarışacaq, mümkün deyil qarışması. Amma harda, necə, nə qədərində, Rıqulovka necə tutacaq, harda o şey, o ruslar demiş arantrovkasını saxlayacaq, harda buraxacaq. Yəni bu məsələ hara qədər caizdir, hara qədər caiz deyil və yaxud da sevgi deyilən şey kimlər arasında necə bölüşdürülməlidir. Və bu sevgi deyilən bir nəslə, bu hiss duyğunu biz ilk öncə kimə təqdim eləməliyik? Kimlərə verməliyik? Nə üçün verməliyik? Və yaxud da o sevgidən o enerjini necə almalıyıq? Sevgi əslində kainatda insan enerjisi deyilən bir şey var. Sevgi də o enerjinin böyük hissələrindən birini təşkil edən bir hissəsidir. Deməli, bu nə deyir? Deməli, biz ata və anamızı, evladlarımızı, həyat yoldaşımızı, dost və əqrabalarımızı sevərik. Peyğəmbər, Allah dostları, enbiya, evliya falan sevərik. Həyatımızı, yaşamımızı sevərik. Baharı, gözəl gülləri, bahara, payıza aid xatirələri, qarı, qışı, təbiətdə baş verən Allah Taala'nın yaratdığı hadisələri sevərik. Nasıldır bu məhəbbətlər? Allah Taala'nın zat və sıfatlarına verə bilərəm. Deməli, bunların hamısını biz sevirik də. Amma bundan sonuçda bu sevgini Allah'a necə verəcəyik? Allah'ın əsma və sifətlərini necə verəcəyik? Əl-cavab. Deməli, fəqat ixtiyar ilə mühabbətin yüzü bir yerindən başqa bir yerinə çevrilə bilər. Bəli, biz qəbul elədik ki, ixtiyar xaricindədir sevgi. Amma bir şeydə qəbul eləməliyik ki, sevginin yönü ixtiyar daxilindədir. Deyə bilmərsən ki, mən vəssalamə belə, xeyr. Sevgi bəli, səndə fitrətən var. Sən sevgini həqiqətən ən gözəl şəkildə haqqını verməlisən. Elə o sevgi vasitəsilə ataya, anaya, o sevgi vasitəsilə Allaha, o sevgi vasitəsilə yoldaşına, ətrafına, hər bir şey. Amma ipin ucunu qaçırmadan nədir burada? Meyar nə ola bilər sizcə? Şəriətin qoyduğu qayda. Bəli, şəriətində qoyduğu birinci qayda nədir? Liveclillah, liyeclillah. Allah üçün sevəcəksən. Nəyi sevirsənsə Allah üçün sevəcəksən. Ata-ananı Allah üçün sevəcəksən. Yoldaşı Allah üçün sevəcəksən. Hər bir şey Allah üçün sevdiyin zaman o zahiri mənalarından daxili mənalara keçəcək. Sən çünki nədir? Sən zahiri maşuqlara, zahiri eşqlərə bağlanıb, məsəl üçün ata-ananı zahirən sevsən, Allah Teala onu bir gün əlindən alanda sən Allah'a düşmən olacaqsın. Dilinlə deməsən də belə, amma Allah'a başlayacaqsan etirazlar eləməyə. Allah mənə ata-anam niyə vaxtsız aldı, niyə yersiz aldı, niyə mən yetim qaldım və yaxud da ki,
Niyə evladımı əlimdən aldı? Ən çox da isyanı daha çox da ata-analar eləyir. Analar, evladlarımı niyə əlimdən aldı? Və yaxud da ki, isyanlarına bir də müasir pro-aşıqlar. Bir-birindən ayrılan kimi dayfisöt dünya dağıldı. Da Ceylançöl vadisində bütün şeylər axdı töküldü, göz yaşları. Adamın dərisini kəssən o qədər ağlamaz ha. Amma nə oldu? Yəni belə deyək də səni yarı yolda qoyan birisindən ötürü gözlərini yaşını o qədər axıtdın ki. Nə qədər dəyirdi ona, əzizim? Dəyir o qədər. Səni yarı yolda qoydu bu adam. Eşqinizi belə tamamlaya bilmədiniz. Hələ bir məşru dairədə ailə modelinə daşıya bilmədiniz o eşqinizi. Yarım qaldı o eşqin. Sən də buradan o da yağmur kimi axıdırsan göz yaşlarını. O birisi qaqamda çortdadır. Bacım sıxmasın göz yaşları dökür evdə. Qardaşım da çortdadır. Və yaxud da ki biri xəyanət edib o birisinə, dünya aləm veycinə deyil. Bu burada göz yaşı. Bir başqasına tərcih edib sən təzədən otur göz yaşlı. Niyə? Hansı anı, hansı xatirələrə əsasən göz yaşı töksən. Amma bir anlıq həmin anda o eşq şərabından içib məs olmusan, bir anlıq o şərabın təsirindən çıxsan, baxacaqsan ki, məni elə həqiqətən məs eləyən bu həmin o şərabın təsiriymiş. İstiqamət dairəsində baxanda görürsən ki, bu mənə bu duyğular səhərdən axşama kimi depressiyaya düşmək üçün verilməyib axı. Mən bu sevgini kimə verməliydim? Hara verməliydim? Niyə gəldi bu günə düşdü? Bu gör kim? Harda sürünürəm mən? Allahın qapısında bu sevgini axtarıb onun üçün vermək əvəzinə başqa qapılarda sülənirəm. Kimisi sevgi pul qapısındadır. Kimisinin sevgisi ata-anasına ibadət eləyəcək qədər də qapısındadır. Kimisinin Allah qorusun sevgisi xanım qapısında, xanımda bəydə, bəydə xanımda qarşılıqlı. Kimisini şot yazdırmaqda, at yarışında, it yarışında, xoruz yarışında, kimisi futbol yarışında. Dünən biri nətər şaqqıldayıb düşmüşdü, dizi qapağı qırıldırmışdı. Sən ifrata varsan demək, hər şeyin dozasında istifadə olması dəyərlidir. Sevgi də elədir. Bax elə bir ki, bax sən hansı sevgini ki, o dəyərin, meyarın ölçüsündən dozasını qaçırırsan, Allahdan qeyrisinə verirsən, Allah da deyir ki, tamam, hazır. Kimi ki deyir, məndən önə qoydun, fisyo, haramda huzur axtarana, huzur haram olur. Bu təkcə, üzr istəyəm, göz ən əlaqəli haramlar, zinalar düşünmür. Ümumiyyətlə Allah Taala'nın hər bir şeyinə aiddir bu. Məşru dairədə olmayan bütün haramlara aiddir bu huzur. Bu huzur sağlıq barədə də keçərlidir. Bu huzur iman barədə də keçərlidir. Bu huzur ibadət barədə də, təqva barədə də, ondan sonra sevgi barədə də, pul qazanmaq barədə də, hər bir şeyə barədə aiddir. Allah Taala'nın önə qoydunsa batdın yəni. Qoymayacaqsan qardaş. O sevgi deyilən, o duyğunun bir qız uşağı, bax diqqət edin, bir qız uşağı naməhrəm oğlan tərəfindən saçı sığallanan kimi ona rahat-rahat meylənirsə, onun birinci xətası var. O birinci yaxası birisi ki, o atanın yaxasından tutmaq lazımdır. O ataya belə yaxası tutmaq, bura gəl, kəlləni birinci ataya keçirmək lazım ki, sən bu qızın necə olur ki, bir dənə sığal görən kimi sırazı bir başqa oğlana sırazı rahat-rahat kəndini kaptıracaq bir hala gəlir. Allah Resulü aleyhissalatü vesselam Həzrəti Fatimə anamızın ən körpəli bağı bütün qızların hər zaman saçlarını darayarmış. Həqiqətən saçlarını darayırmış. Tam səni deyirəm, bu saç darama məsələsini belə alırıq, xəfif alırıq. Amma çox önəmli bir məsələymiş. Deyir, bu ümumiyyətcə Allah Azza və Cəllə niyə xanımın başına hicabı istəyir? Xanımın əksəriyyətən bəzi alimlər deyir ki, %80 enerjisi başından qaynaqlanır. Bəli, bütün enerji sistemi saçından qaynaqlanır və enerji ötürümü də oradan qaynaqlanır. Saç şeyi yoxdur mu? Yəni o xoşallanma duyğusu şeydə birinci növbədə saçdan başlayır. Pozitiv enerjisini də oradan ötürür, pozitiv enerjisini də oradan alır. Sən də onun, yəni bir ata olaraq mənəvi ehtiyacını ödəmədiyin üçün zamanı gələndə bu insan da əzizim. Bunun bir düzəlmə məqsədi var da əzizlərim. Niyə, nə üçün? Yəni Allah Teala da bu qəlbi niyə qoyub boş qalmaq üçün hər halda yerləşdirməyib ki bizim ürəyimizə, bu bədənimizin ortasına və yaxud da ki mənəvi qəlbimizi duyğularımızın ortasına yerləşdirməyib ki orada boş qalsın. O duyğular da tətmin ola yavaş-yavaş ya cəhənnəmə doğru dolur, ya da cənnətə doğru dolur. Sən görək bunu ha tərəfə doğru doldurursan. O qız evladına o duyğu ötürülmür. Oğlan evladına da bir başqa cür ötürülür, səhv ötürülür. Ona görə də oğlan uşaqları bir cür problemli olur, qız uşaqları da bir cür problemli olur. Və dolayısıyla da bu dönüşdə başlayır çarpaz güyanmış ki,
belə bir şey atıblar tezis ortalığa. Güya oğlan Aysa belə bir tezisdə amma xeyr. O bəzi şeylər və qızın ilk aşığı babası olur falan filan. Ya bunlar ya o bir sənə elə belə sözlər də bunu əstəğfurullah o mənada üçün deyilmiş elə deyil. Yəni qız əslində bəli sevgini kimdən öyrənir? Atasından. Qız uşağı sevgini kimdən öyrənir? Atasının anasına qarşı olan sevgisindən. Salam aleyküm. Bəli. Oğlan da hörməti kimdən öyrənir? Ananın yoldaşına, yəni xanımın bəyinə olan hörmətindən, ilgisindən. Bu ikisi de bir-birinə ona görə də sevgidir, ilgidir, qayğıdır, dəyərdir. Bunlar cəmiyyətdə belə formalaşmağa başlayır. Bunların ikisinə də problem olanda nə ola bilər? Sizdə cəmiyyətimiz bu gün niyə uçuruma gedir əzizlər? Yoxdur qardaş, bir dənə müəllimə çıxıb TikTokda bar-bar bağırır ki, əzizlərim, mən şokdayım. Bir həftə 10 günün söhbətidir, mənim qabağıma çıxdı ki, sinifimdə deyir 24 dənə şagird var, 17-sinin ata-anası boşanıb. Bu biabırçı bir vəziyyətdir abi. Bugün hüquqşünas danışır ki, %58% Azərbaycanda boşanma var. Niyə yola gedə bilmir abi? Yola getməməzə. Uşaq bədbəxt olanda uşaq. Bəs o həqiqətən o uşaq ki, o qızcığaz ki, atasından o həqiqətən o şəfqəti, o ilgini, o başına sığal çəkməyi görmədikdən sonra, evdə bir otorite görmədikdən sonra, xanımın bəyinə itaat otoritəsini, eyni zamanda bir-birinə anlaşmasını, bir-birinə dəyər verməsini görmədikdən sonra o qız uşağı necə o cəmiyyətdə sağlam böyüsün? O qız uşağı oğlana deyil və yaxud da ki, ana da oturub evdə hətta cəhənnəm yetişdərvi gəlir falan filan. Nə gəldin yenə? Bu belə danışandan sonra qız uşaqları da bugün cəmiyyətdə görsünlər də oğlanlara qarşı belə rahat-rahat belə saldırgan bir ruhda davranırlar. Niyə? Çünki cəmiyyətdə o atadan onu görə bilmir. Atadan onu görə bilsə, həqiqətən keçən dəfə məsciddə bir hoca gözəl danışır ha. Deyir ki, həyanın insanlıq üzərində ən gözəl ölçüsü nədir? Həddi buluq yaşına çatmamış qız uşaqda olan utanç duyğusudur. O vaxt deyir, qız kimi həyalıdır. O vaxt deyirlər, oğlan uşaqları ədəbli olan deyirlər, bu qız kimi həyalıdır. İndi kimə deyir, hansı oğlan deyirsən, bu qız kimi həyalıdır. Bəli, bu cəmiyyətdə bunların hamısı belə o sağdan sola böldülər, məhv elədilər abi. Niyə? Çünki ananın ataya qarşı olan sevgi və dəyərləri itib. Elə bir ki, mənfəətdir qardaş. Konkret elə bir yarışdır da konkret. Amma ki, ya bax, məsələ budur ki, bu bəy xanım həyat yoldaşları bir-birinə bu dəyəri verə bilməyəndən sonra abi, yazıq gənc nə etsin? Mən nə edə bilərəm? Çünki mənə Allah Taala haqqı var. Bax, nə inqam məsəl. Allah Taala buyurur ki, mən mələk olaraq bir insana verdiyim anadır. Mələk timsalıdır. Yəni bugün həqiqətən özümüzlə oturub fikirləşirik ki, mənim anam nə qədər mələk funksiyasını yerinə yetirə bilir? Analar hamısı əzizdir ha, ağlınıza heç bir sual gəlməsin ha, yəni kimsə anasına etiraz edə bilər, kimsə anasına xeyr qardaş, ana səhv də olsa sən Allah qatında Allah sənə tapşırır ki, düzdür qutarda. Əyrətki söhbət eləmə. Amma hansı dəyərlər var? Deyək ki, bəzən olur da ananın da beynini doldurublar, evladını qoymur namaz qılmağa. Namaz qılsan başımı kəsərəm, nə bilim, ibadət edəsən sən ortadan it qibləsinə yatızdıraram. Zat belə əcəb Azərbaycanın mentalına uyğun sözlər çıxır da, yəni. Amma digər mənana baxsaq, Allah Taala bizə nə deyir? Burada bizə nə deyir Allah Taala? Yəni ana ata vasitəsilə bizə sevgini öyrədir. O analar o sevgi, şəfqət, o mələk funksiyasını yerinə yetirməyə başlayanda evlad da oradan o enerjini ala bilir. Bax həqiqətən o deyir, xanıma deyir Allah nə buyurur? Elə davran ki, kişi evinə qaçsın, evdən qaçmasın. Bəli, həqiqətən bax o bəzi xanımlar nə alim olmayıblar, nə böyük bir zat olmayıblar, nə də ki üzr istəyirəm bu sərdən axşam bir kitab oxuyub o xanımlar. Niyə kişi evinə qaçmaq istəyir? Çünki həqiqətən o necə ki abi haqqı ola bir məscidə getmək istəyir, gedim 2 rükət namaz qılım rahatdan. Köhnə kişilər evlərinə o sanki məscidə gedirmiş kimi huzur tapıb getmir. Niyə? Çünki xanımların o iffəti, o namusu, o heysiyyəti, o əxlaqı çox qəlib yerinə oturub daş kimi. Amma indi nə vəziyyətdə? O deyil axı. Mənim də gəlmək istədiyim odur ki, məsələ olaraq. Ya biz bunu niyə ora verə bilmirik? Verə bilmiriksə niyə verə bilmirik? Veririksə harda səhv eləyirik? Adam var deyir, mən bunu edirəm amma yenə tətin ola bilmirəm. Ölçüsü var da əzizim. Bax gəlin səmimi danışaq. Məsələn mən deyək ki, bir dənə kimyəvi tərkibi almaq üçün eşitmişəm ki, bu fso. Sən adi bir dənə elə götürək sabun. Sıvı sabun. Heç bir hansımız tam səmimi deyirəm bu günə qədər hansımız bir dənə sıvı sabunun dalını açıb oxumuşsunuz, onun içində hansı kimyəvi tərkiblər var?
Orada yani grama gram birdə milli, 3 milli, 5 milli o əyri əski olsa, o bildiğin o kimyəvi tərkiblər əlin bütün o dermo təbəqəsini soya bilər. O sıvıllıq olmaya bilər və yaxud da aşırı olsa o ələ yapışar qalar, heç saatla da yüzdan getməz. Yəni orada o qədər o ölçü nəzərə alınır ki, o şey qaçmasın da. Yəni işte burada da yəni işin ucu qaçmasın deyə bizim ölçümüz nə olmalıdır? Yəni tamam bir işə girişmişik. Deyək ki, sabun işinə girişmişik, düzəldirik. 5 dəfə, 10 dəfədən sonra düzəldib bu kıvamına otuzdururuq. Amma biz həyatımızda neçə dəfə sevginin kıvamını tutmaq üçün bir tezislər eləmişik özümüzdə. Sual ver, neçə dəfə bu dəfə Allah rızasına olmadı, gələn dəfə Allah rızasına idi, belə açıb buraxmışıq başını bu sevginin. Əzizlərim, bax biz də özümüzə bir dənə dəyər verməliyik ki, bax mən bu sevginin harasındayam, kimi nə üçün sevirəm, niyə sevirəm? Ləziz taamları, gözəl meyvələri, Cənab-ı Haqqın ehsanı və o Rahman Rahimin inamı cəhətində sevmək. Yəni o Rahman və Münim isimlərini sevməkdir. Yəni əslində əzizlərim, biz Allahın o isimləri olan Rahmanı sevirik. Bizim əslində duyğularımız var, sevgi duyğusu. Əslində Rahmana geri iade verilmək üçün sevgi verilib o bizə. O Allah Teala bizə ona qaytarmaq üçün verdiyi duyğulardır. Biz onu çarçur elədik. Kim özünə hörmət qoymağı bacarırsa birinci növbədə həqiqətən bu bəlkə də sizə ego kimi görünəcək. Ego kimi görünəcək. Amma birinci növbədə Allahı həqiqi sevən bir qul birinci növbədə özünü sevməyi bacaracaq. Özünü sevməyi bacarmayan bir insan heç kimi yalandan deyə bilmir qardaş. Bir insan özünü sevə bilmirsə, heç kimə olan sevgisinə inanmayın. Onun özünə olan sevgisində nədə görəcəksiniz? Səlqə səhmanında, ədəb ərkanında, əxlaq keyfiyyətlərində, dərs oxuyub oxumamağında, insan davranışında, çəkini aldadıb aldatmamağında. Çünki o adam özünə hörmət qoymur. Özünə hörmət qoymur bilsən niyə? Ailəsini haram yedizdirir. Özünü haram yedizdirir. Öz boğazına diqqət eləməyən insan səni sevə bilməz, yalan danışır. Ona görə dinimizin böyük alimlər demişlər ki, içənə çəkənə qız verməyin. Kişilər o vaxtlar bəzi dini qaydalara yadlasın. Niyə qardaş? Çünki bu adam öz bədəninə diqqət eləmir sənə. Sənin qızına nə qədər diqqət eləyə bilər? Vaxt hara qədər? 3 günlük, 5 günlükdür bu şeylər. Bu sevginin mahiyyət etibar kökəni, əsli tutulmasa, onun əlimizdə saxlaya bilməz, ipi əlimizdən geçsə, hamısı bizim başımıza bəla olacaq qardaş. Elə duyğudur deyib yola veririk biz. Duyğudur deyib yola vermə, ürəyim qurban. Bu sənə mənə hamıza başımıza da oynatacaq. Şəxsən mən özüm oturub o qədər gecələrdə ağlayıram ki, ya Rabbi, bu mənə verdiyin bu sevgi duyğusunu düzgün paylaya bilməsəm, evlatlarıma, yoldaşıma, atama, anama, mənim halım nə olacaq? Yəni ata-anada dozası necə olacaq, yoldaşda necə olacaq, evlatlarıma necə olacaq bunun dozası və yaxud da ki, insanlığa qarşı necə davranmalıyam, ölçüm necə, pasientlərimə qarşı mən bir həkim olaraq necə davranmalıyam və yaxud da bu qardaşım müəllim olaraq, o qardaşım mühəndis olaraq necə davranacaq, müəllim olaraq rüşvətsiz və ən gözəl şəkildə fəaliyyəti göstərəcək. 5 oktyabrda gənclərdən pul şaqqalı yox, mənə qaz gətirin, ördək gətirin deməyəcək. Yəni orada valideyn komitəsini işə salıb çerezçi oradan pul yığdırmayacaq. Mühəndis olan qardaşım betona əski şeylib oradan qumu şaplamayacaq. O zaman əslində ateizm də hardasa şeydən yaranıb, sevgisizlikdən. Nədir? Günəşi kəşf edirlər, ismi görə bilmirlər. Prosesləri görürlər, adı görə bilmirlər. Ay sağ ol. Prosesin arxasında imzanı görə bilmirlər. Deyir sanki bir bax diqqət edin bir dənə imza yazılır. Yazılan əldə görünmür, qələm də görünmür. Amma bu demək deyil ki, onu kimsə yazmır. Sənin görməməyin o şeyin olmamağına dəlalət etməz əzizim. Ona görə də bu sevgini bizə verən Zat-ı Zülcəlal görünməyən Zat-ı Zülcəlaldır. Amma bizə bu duyğunu verdiyi üçün, faktiki biz də bu hisslərdə yaşadığımız üçün bizim görəcəyimiz iş nədir? Bu sevginin haqqını vermək, tam məkamına və ünvanına çatdırmaqdır. Bunun da əsası gəlir Allah rızası. Burada sonra nə deyir? Rahman namına olduğunu göstərən məşru dairəsində qanaatkarana qazanmaq və mütəfəkkirana, mütəşəkkirana yeməkdir. Yeməklərdən də deyir. Deyir ki, məsəl üçün, təamlara qarşı olan sevgin. Təsəvvürlə ki, yedin bunu oradan tüpürdün. Bu belə bütün nemətə qarşı şey, onu orada nə bilim çayı yarımçıq qoydun, yeməyi birini dişlədin, birini ora qoydun, və yaxud da xarab elədin, küflətdin. Bu şey, yəni yeməklərə olan sevginin ölçüsü, Allah üçün olan sevgisi budur qardaş ölçüsü. Pay verəcəksən, yardımcı olacaqsan, əkdiklərinin zəkatını verəcəksən, sədaqəsini verəcəksən. Bu da yəni yardımlaşacaqsan. Sonra ata və anaya olan şəfqətdə, sevgidə necə verəcəksən abi? Ata-anaya layiqli bir övlad olacaqsan. Onun sənə əziyyət çəkdiyi, yetişdirdiyi o dəyərləri geri qaytaracaqsan. Ondan sonra onun sənə verdiyi tərbiyənin haqqını geri verəcəksən. Yaşlandıqları və sənin üzərinə qaldıqları zaman onların qulluqlarında duracaqsan. Ata-ana olan, yəni sevgi, mən aşiq qaldım.
Eşdir mehrabı uca göy. Şeir dinlədim, axdım, töküldüm. 2 dənə TikTokda arxa fonda mahnıda ağladım, durdum. Şeydir, sonra anam çağırdı. "Nə var arvad?" Ha, bu şey TikTokda şaqqıldadı, həyəcanlandı, 2 dəqiqə yatdı, durdu. Ana çağırdı. "Nə var arvad?" Durdu. Elə ki bayaqdan TikTokda ana laylasına qulaq asan bu deyildi. Və yaxud da ki ana o statuslarda balalarına dair sevgili şeyler paylaşırlar, amma evlada gəlir, "Kidə kösürün başı bu." Bu yani bu manyakizm sevgi deyilən şey bu hardan çıxdı? Yəni gör nə qədər ipinuzun qaçırmışıq ki, həqiqətən. Qulaq asdığımız ruhumuz istədiyini bilirik nədir, amma niyə tökə bilmirik, əmələ tökə bilmirik. Yəni yenə bizdə bilgi bütləşməsi baş verib. O sevgini xarakterizə olaraq nə olduğunu bilirik, amma əməli olaraq yaşaya bilmirik. Çünki o əsl sevgidən hamı ləzzət alır. Görürsünüz əzizim? O eşq uca göylərin şeirlərinə qulaq asasa, ruhu qidalandıran musiqilərə, Quranlara, nələrə, sevgini tərənnüm edən şeirlərə qulaq asarıq, qutarırıq. Şeirin sonunda Cənnəmal çayımı gətir. Elə bir şeirdən heç bir qram əsamə oxunmamış. Elə orada laylay oxurdu. Sən yatasan deyə. Nəsim yox. Bəli, yəni bu işte məsələ odur ki, biz bu sevginin harasındayıq? Və yaxud da ki, bu qədər sədaqətdən, şeydən paylaşılır. Caq. Hə sən xoşuma gəlmədin. Mənə 12 minlik mebel gətirmək üçün mən artıq nişanımı geri qaytarıram. Mənə 12 minlik lazım idi. Və bu onda romantizm, statuslarda paylaşımlar, mən bir qırıc elə də razı olaram. Nə olmuşdu bə? Qırıcının harasıdır bu? Bəzən, bax həqiqətən bax, deməli biz abi şuurumuz qəbul edir əslində ən gözəl sevgini və o ən gözəl sevgi gələndə də hamımız onu həsəd aparırıq. Qibtə eləyirik. Əmələ gələndə demək abi əmələ gələndə də niyə olmur? Çünki bizi blokada eləyən anasal, atasal bağlar var. O auralar təmizlənməlidir birinci. Çünki əmələ gələndə sırası şuuraltımız kimi görür? Ata, Cənnəmal çayımı gətir. Ana, görmədim sən kirivi. Sən kirisən, görür, o avtomatik tez şuuraltı kodlayır ki, ay səncə elə salamatı buyur. Və mən tələb elmiyəm, mən də bədbəxt olanmaram, vaxtımı olanmaram, bu olanmaram. Hər iki tərəfdə bir-birinə elə bir ki, turu vaxtı kimi, bir-birinə mənfəətkarana bir şey kimi yanaşırlar. Gəl burada sən xoşbəxtlik görə bilmərsən, huzur görə bilmərsən, mənəvi rahatçılıq görə bilmərsən, bir-birində o eşqin dərinliyinə yenib bir-birindən mənəvi həzz almanı görə bilmərsən. Niyə? Çünki altyapısında nə var? Mənfəət yatır. Mənim mənfəətlərim təmin edir. Bəli, elə İslam onu deyir əzizlərim. İslam da onu deyir ki, kişinin qadın üzərində, qadının da kişi üzərində haqqları var. Haqqları təmin eləməlisən. Bəli, bu sənin boynuvun borcudur, amma o haqqları təmin eləyərkən hansı qayənin içərisində olmalısan? O qayənin adı nədir? Allah rızası. Allah üçün sevmək. Axirətin üçün sevmək. Axirətdə sənə yar olacağını təfəkkürlə sevmək. Biz hamımız elə bildik ki, nəfsə də bu arvad da almışam, nəfsə də 3 günlük öləndə canımı qurtaracaq. Axşam qırışır, gecə qırışır, gündüz qırışır. Amma halbuki biz o eşqi kimdə gördük? Allah Rəsulunun Həzrəti Xədicə anamıza olan sevgisində gördük. Hər dəfə qəbri şərifini ziyarət eləyəndə göz yaşı tökərdi. Həqiqətən, və yaxud da bəzi dastanlar, salnamələrdə görürük, ayda halal olsun nə belə cütlüklərə. Təsəvvür ki, mən gözümün qabağında 2 dənə cütlükdür, gənc cütlükdür. O salnaməyə baxırlar, ağlayırlar, sonra şaq qırışırlar. Salnaməyə niyə baxırsınız? Film Freud, bu nə idi bu? Buradan nə nəticə çıxdı? Abi bilmirsiniz, bir dənə söhbətlər var. Sən çıxqasan, zat belə. Abi bir şey. Məsələn, bugün o kinolardı, ümumiyyətlə sevgi dastanlarıdır falandı. Yəni onların bugün bütün videomuz boyu onlardan açıldı. Yəni boş bir şeylər üzərindən qoyuldu. Məsələn, kim görür ki, həyatında indiyə kimi 16 yaşından sevsin, 25 yaşında evlənsin. Maksimum 6 ay, 1 il çəkir bunu. Yəni bu sevgi dastanları elə də gerçək bir şey. Abi var. Mən sənə bir dənə nümunə göstərim. 2-ci sinifdən bir-birini seviblər, qəşəng də evləniblər, ailə həyatı qurublar. 3 dənə də uşaqlar var, mutlu, məsud, maşallah 2-4 dənə qıraqda saxlayır. O qədər xoşbəxtlər ki, arvad kişini çözüb boğazlamaq istəyir. Yəni nədir? 12 illik o haram sevdanın indi meyvələrini görürlər. Evliliyə bir şey qalmayıb. Bir şey yox, heç də qalmayıb. Arada bir şey qalsa yenə nəyisə də heç də qalmayıb. Bir də məsələn biz görürük də, yəni ata-ananın çox şey var, necə deyirlər? Təsiri var. Məsələn mən bugün atam necə davranırsam, istər-istəməz oğlan da atasından götürür də. Çünki abi 15 il sonra onu görmüsən də. Evdə atadır. Tutaq ki, belə bir məsələ var ki, bugün insanların özündən çox şey asılıdır. Məsələn mən deyə bilərəm ki, atam belə olub, məsələn atam adam öldürüb, mən də mütləq öldürməliyəm. Elə bir şey yoxdur. Hamının iradəsi var. Amma bugün danışılan sevgi məsələləri hamısı boşdur. Məsələn, insan tanışır, deyir ki, sən hamı deyir də, yəni bu hamı deyir ki, sənsiz ölərəm.
Amma 6 ay görürsən ki, bu izdə ağlayır, o öz keyfindədir, ölməyib amma. Amma bu gün insanlar fədakarlıq edə bilmir. İnsanlar bu gün vaxtından verə bilmir. Ondan sonra nə bilim, dəyərli olduğu şeylərdən verə bilmir. Çətin olanda yanında dayana bilmir. Bir insana sadiq qalmağı, nə bilim, əziylik kimi baxılır və s. şeylərə görə. Ümumiyyətlə 150 il bundan qabaq təhsilin hamısında o var, əzizim. Niyə var? Çünki o zaman strukturu oydu. İndi də strukturumuzda var, canım mənim. Bax, amma o demək deyil ki, bax yenə də deyirəm. Sən təhsili ən mükəmməl eləsən də belə, Allah şahidim olsun, əgər sənin evdə olan təhsilin, birinci müəllimin olan anan haqqı ilə ötürə bilmirsə, ikinci müəllimin olan atan onu haqqı ilə alıb və yenə ötürə bilmirsə, sən dünyanın ən böyük professional məktəblərində oxusan, yenə də nəyinsə yarımçıq qalacaq. Hə, ya da ki, gələksən ümumiyyətlə o məktəbdə yatılı qalasan, ata-anan üzün görməyəsən. Çünki ata-ana səni yanlış yola sürükləyirsə, özü də bilməyərəkdən. Yəni ata deyir ki, "Əkşalərum kal içə." Sən belə mən bu nə şeydir? Vaxtı ana üzr istəyirəm ifadə etmir. Bunlar jargon şeylərdir, amma ana öz qızını əxlaqsız özü olduğu halda əxlaqsızlığa təşviq edirsə, buna artıq cəmiyyətdə böyük bir boşluqlar var, əzizlərim. Buna nə deyə bilərsən sən? Biz TikTokda Allah götürməsin canlılarda da bunu müşahidə edirik. Özü əxlaqsızlıq elədiyi bir qırağa qızını da yanına salıb, qızını da təşviq edir, qızını da bərbad. Özün bərbad olmuşsan, qızını da bərbad etsən. Yəni nəysə abi, bunlar tutdu ucundan qulağına, bunlar işin əmarələridir. Əmarələri danışmırıq. Biz kökündə ipin ucunu qatırdığımız nöqtələri danışdıq. İndi ipin ucunu necə geri qaytaraq? O geri qaytarma nöqtəsi nədir? Ölçün Allah olmazsa bütün ölçülər zərərdədir. Sən əgər rızayillah dairəsində istifadə eləməzsən bu məqamı, bu dəyəri, bu mənanı, o sevgilərin hər birisi bir gün sənə belə bildiyin o közü yandırarsan, belə sıxarsan dəriyə, yanar, iz qoyar, sonra sağalar, iz qalır. Hamısı iz qalacaq. İz qalacaq. Sağalsa belə iz qalacaq. Sağalsa belə iz qalacaq. Ona görə də belə gec olmamış, bizə o dünyəvi sevgilər zərər verməmiş, həyatımızı məhv etməmiş, həyatımızda qara ləkələr qoymamış, zərarın nərəsindən dönərsən dön, kardır düsturunu həyatımıza tətbiq edib o sevgidən ölçünü tutmalıyıq. Allah rızası ölçüsü. Çünki əgər o ölçünü tutmazaq, şeytan oradan girib bizi intihara qədər apara bilər. Hər şeyə qədər aparır. Allah mühafaza bizim bildiyin həyatımızı məhv eləyə bilər. Ona görə də Allah Taala'nın, yəni nə deyir burada? Xaliqimin mənim nəzarətimə verdiyi sevimli bir məxluqu idi, varlığı idi, bir məmlükü idi, şimdi hikməti iqtiza etdi, bəndən aldı, daha iyi bir yerə götürdü. Yəni Allah Teala kimisə bizdən alanda da isyan etməmək. Ölçümüz nə olacaq? İnna lillahi və inna ileyhi raciun düsturu olacaq. Ondan gəldik, ona gedəcəyik. Və Allah üçün necə sevəcəyik? Allah üçün necə dəyər verəcəyik? Deməli abilərim, son bir burada sevgi ilə əlaqəli bir cümlə var. Əslində bu mövzu çoxdur. Mən istəyirəm gələn həftə də bunu işləyək. Çünki mən cəmi bir abzasını problemlərdən aşağılanır. Bəli. Gələn dəfə onun çözümlərindən, bəli. Sonra gəlir, bax, burada deyir ki, evliyallahlara verilən sevgi. Bax, bu günləri baxıyorsun, bir-birlərini baltalayırlar. Bunu da verib, Allah dostuna qarşı sevgi necə olmalıdır? Bəzi ifrata varır, şeyxim, canım deyib, şey də yadda, bütün Peyğəmbər də yaddan çıxardır, az qala Allah da yaddan çıxardır, və yaxud da biri Həzrət Əli, Həzrət Hüseyin deyib, adamın Əhl-i Beytin digər nümayəndələrindən xəbəri yox, Allahdan xəbəri yox, ya Hüseyin başının ortasını yardı. Bu nə ya Hüseyindir, bu kimə yaradı bu ya Hüseyin? Ya Hüseyin səni Allaha götürürsə, qurban olum o Hüseynə. Ya Hüseyin səni şirkə, bütə, nə bilim, ora-bura aparırsa, başını bir palçığın içində boğulmağa aparırsa, o ya Hüseyin səni batırdı. Yəni bu sevgilərə də gələcək ya əzizlərim. Elə bir şeytan boşdur. Şeytan dünyada qızla başını qıraşdı. Bu dinin içinə də girəndə cəryanlar. Din taciri. Yəni ona görə canlarım, bəli, biz əslində qəbullanmalıyıq ki, imtahan dünyasındayıq abi. Verilən duyğuların hamısını haqqı ilə doldurmalıyıq. Haqqı ilə yerinə yetirməliyik. Onun bugün problemlərdən gələn dəfə şifanın qaynağı olan sevgini necə dəyərləndirməkdən danışacağıq inşallah. Subhanəkə la ilmə lənə illə məlləmtənə innəkə antəl alimul hakim və axiru davamən. Hamdə Rabbil aləmin.